Şərqlə qərbin, keçmişlə gələcəyin kəsişdiyi məkan. Bakı tarixində ilk dəfə olaraq Türk dünyasının elmi və mədəni taleyini müəyyən edəcək böyük bir toplantıya ev sahibliyi edir. Azərbaycan paytaxtında SSR ərazisində yaşayan Türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı birinci Türkoloji qurultay keçirilir. Sovet rəhbərliyinin göstərişi ilə qurultayın keçirilməsi üçün təşkilat komitəsi yaradılır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağa Ağamalıoğlu komitənin sədri təyin edilir. Qurultay hamının marağına səbəb olur. Şəhər sakinləri qurultayın keçirildiyi İsmailiyyə sarayının ətrafına toplaşırlar. Təşkilat komitəsi qurultaya ciddi hazırlaşır. Təbliğat məqsədi ilə müxtəlif bültenlər, kitablar nəşr edilir. SSR-nin müxtəlif bölgələrindən, Avropadan və Türkiyədən məşhur elm adamları Bakıya gəlir. Onların arasında akademiklər Vasili Bartold, Sergey Oldenburg, Agafangel Krımski, professorlar Mikhail Pavloviç, Aleksandr Samoyloviç, həmçinin Əli bəy Hüseynzadə və Mehmet Fuad Köprülü kimi tanınmış türkoloq alimlər xüsusi olaraq dəvət edilir. SSR-nin türklər yaşayan regionlarından qurultaya nümayəndələr seçilib göndərilir. Fevralın 26-sında qurultay başlayır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağa Ağamalıoğlu açılış nitqi söyləyir. Yoldaşlar, Sovet Sosialist Azərbaycanında ilk Türkoloji qurultayın ilk icrasını açıq elan edirəm.
İlk növbədə icazə verin Azərbaycanın fəhlə və kəndlilərinin, bütün Azərbaycan xalqının səmimi salamını sizə çatdırım. Azərbaycanlılar onların bəxtinə düşən və dünyada ilk türkoloji qurultayın onların doğma torpağında açılmasından ibarət olan səadəti qiymətləndirməyi bacaracaqlar. İttifaq rəhbərliyinin diqqətində olan qurultayda SSR Mərkəzi İcraiyyə Komitəsinin həmsədri Qəzənfər Musabəyov çıxış edir. Yoldaşlar, birinci Türkoloji Qurultayın açılması şübhəsiz Türk-Tatar xalqlarının həyatında möhtəşəm tarixi hadisədir. Qurultayın nəticələri Türkiyə, İran, Əfqanistan xalqları üçün və türkologiyanın sonraki inkişaf yollarını müəyyənləşdirmək imkanı əldə edən elm aləmi üçün böyük əhəmiyyətə malikdir. Zaqafqaziya Federasiyasının Xalq Maliyyə Komissarı Mirzə Davud Hüseynov Türk xalqlarının əlifbasının dəyişdirilməsinin zəruriliyi haqqında çıxış edir. Yoldaşlar, Azərbaycan Türk Respublikalarından biri kimi Latin əlifbasının tətbiqinə başlayıb və bu sahədə təcrübəyə malikdir. Hamının şəhadətinə görə Azərbaycanda bu təcrübə parlaq şəkildə alınır. Türkoloji qurultay bu məsələ ilə də məşğul olmalı, onu aydınlaşdırmalı, hər tərəfli araşdırmalı və bu məsələ ilə əlaqədar yekun qərarını verməlidir. Qurultayın Təşkilat Komitəsinin üzvü, Kommunist qəzetinin redaktoru Həbib Cəbiyev Türkoloji qurultaya göndərilən çoxsaylı təbrik teleqramlarını oxuyur. Yoldaşlar, mən indi SSR Xalq Xarici İşlər Komissarı Georgi Çiçerin yoldaşın teleqramını oxumaq istəyirəm. Türkoloji qurultayın açılışını hərarətlə salamlayıram. Əminəm ki, qurultayın işi Türk xalqlarının mədəni həyatı üçün möhtəşəm əhəmiyyətə malik olacaq. Qurultayın işində şəxsən iştirak etmək üçün Bakıya gələ bilməməyimə səmimi qəlbdən təəssüflənirəm. Qurultayda Əli bəy Hüseynzadə Qərbin iki dastanında Türk, Vasili Bartold, Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri, Sergey Oldenburg Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları, Alexander Müller Türk xalqlarının təsviri sənəti haqqında, Mehmet Fuad Köprülüzadə Türk xalqlarının ədəbi dillərinin inkişafı, Aleksandr Samoyleviç Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri, Bəkir Çobanzadə Türk ləhcələrinin yaxın qohumluğu haqqında, Hənəfi Zeynallı Türk dillərində elmi terminologiya sistemi haqqında, Fərhad Ağazadə Türk dillərində düzgün yazı, Qalimcan Şərəf ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri haqqında məruzələridir. Birinci Bakı Türkoloji Qurultayı imla, orfoqrafiya, termin, tədris metodika, türk dillərinin ədəbi dil problemləri, ortaq ədəbi dil və türk dillərinin tarixi problemləri ilə bağlı müvafiq qərarlar qəbul edir. Əsas qərar isə türk xalqlarının latın qrafikalı əlifbaya keçirilməsi haqqında olur. Martın 6-sında başa çatan qurultayda ümumilikdə 17 iclas keçirilir. 38 məruzə dinlənilir.
Qurultaydan sonra iştirakçıların şərəfinə təntənəli